Niyə istəməyi buraxdığın anda hər şey bir anda sənə doğru gələr? Bu məsələ hər birimizin həyatında qarşılaşdığı bir haldır əslində. Bir şeyi hədsiz dərəcədə çox istəyirsiniz, amma baş vermir. Nə vaxt istəməyi buraxırsınızsa, birdən-birə həyata keçir və sual yaranır. Niyə belə oldu? Məsələ burasındadır ki, biz bir şeyə həddən artıq çox istəyəndə bu istəkdən çıxıb artıq möhtaclıq halına keçir və insan bir şeyə möhtac olduğunu düşünürsə, onun qorxusu, narahatlığı, təşvişi artır. Bu situasiyanı əyani bir izahla belə deyə bilərik. Düşünün ki, bir hovuzdasınız və orada üzməlisiniz və üzmək üçün suya sərt zərbələr yetirirsiniz, eyni zamanda xaotik hərəkətlər edirsiniz. Nəticə etibarilə üzə bilməyəcəksiniz. Çünki üzməsəniz və hərəkət eləməsəniz məhv olacağınızı, batacağınızı, öləcəyinizi düşünürsünüz. Amma nə vaxt bütün bu fikirlərdən uzaqlaşıb, rahat olsanız, bədəniniz özü suda öz yerini nizamlayacaq və rahat bir şəkildə üzə biləcəksiniz. İkisi arasında əsas fərq onda oldu ki, birinci halda mən möhtac olduğumu və bu halın mütləq olmalı olduğunu deyirəm, narahatlığım artır, gərginləşirəm, daha çox xaotik hərəkətlər edirəm. Amma digər halda olsa da olar, olmasa da olar, olsa mən bu situasiyadan zövq alacam, olmasa bir çıxış yolunu tapacam. İkisi arasında fərq olduqca böyükdür və digər halda mən daha rahat bir şəkildə öz istəklərimə çata bilirəm. Biz buraxdığımız anda əslində həmin qorxu itmiş olur, gərginliyimiz azalır və ona görə də artıq situasiyalar mənim başıma normal şəkildə gəlməyə başlayır və istədiyimi əldə edirəm.